Mavi planetdəki Azəri türklərinin taleyi. Bu müharibədir. Haqsız, ədalətsiz, istəmədiyimiz halda qoşulmağa məhkum olduğumuz müharibə. O müharibə ki, onlar, ancaq onlar türk qanı töküb türk yurdu xaraba qoyurlar. Onlar zaman-zaman türkləri doğma yurdlarından, torpaqlarından qovur, türk evlərində, türk kəndlərində yurt saldılar. Belə-belə Ermənistan yaratdılar. Ancaq bu onlara kifayət eləmədi. Onlar Ermənistanı böyük Ermənistana çevirmək istədilər. Bu dünən idi, 10-15 il əvvəl. 200 illik yeraltı su oyunlarından sonra ilk açıq-aşkar qaçqınlar dalğası, ilk işğal faktı qarşısında qalmış çaşqın xalq, hələ də haqqın nahaqqı qalib gələcəyinə inanan sadəlöv insanlar. Zaman keçir. 10 illikləri ümidlə yola salan, evsiz, eşiksiz qalan bu didərgin türklər artıq nəinki geriyə, vətənə dönməyə, hətta taleyə, Allaha da inanmır. Onlar qisas, intiqam yaxud da biganəlik hissi ilə böyüyürlər. Ədalətin varlığına inanmayan nəsil gəlir dünyaya, bizə əvəz eləməyə. Biz də çox şeylər gördük. Məğlubiyyət, şərəfsizlik, qaçqınlıq, köçkünlük, əsirlik, sahibsizlik, səfalət. Bunlar bizi sındırdı da, yiyəlik hissimizi itirdik də. Və artıq 10-15 yaşlı gənc nəsildən sənin vətənin hardadır soruşmağın artıq mənası da yoxdur. Onlar böyük Azərbaycanın işğal olmuş 80% bir tərəfə, onlar heç olmasa son itirilmiş 20% belə təsəvvür eləmirlər. Ermənilər bizim düşmanımızdır. Bizim nətər dərlər, hər şey, bizim evimizi yandırıblar. Bizim ana bacılarımız orada düşüb, əsir düşüb. Mən arzu eləyərəm ki, mən yekəlim, gedim hayfımızı çıxım. Ən əziz şeydir mənim üçün. Sən vətənini qorumaq üçün nə edirsən? Vətənimi burada nə eləmək? Burada heç nə. Burada heç nə. Amma getməlidir vətən üçün, döyüşməlidir. Vətəni azad edilməlidir. Ən böyük arzun nədir? Mən vətənə qayıtmaq. Səni vətənə qaytarsınlar da, hə? Bəli. Amma mən istəyirəm səni kimi oğullar vətəni qaytarsınlar. Oradan çıxanda bağışlayın, o deyib böyük uşaq oldu, o 8 aylıq idi. 8 aylıq idi. Ancaq mən istəyirəm, nəinki mən bütün bu qaçqınlar, bütün Azərbaycan xalqı istəyir ki, biz sülh yolu ilə bu torpağı alaq. İtki verməyək, indiyə qədər verdiyimiz bəsdir. Ancaq, məsələn, mən bir Azərbaycanın oğlu kimi, mənim uşağımın üstünə, yaxud yoldaşımın üstünə, yaxud sənin kimi bir Azərbaycanlı kadrın üstünə başqa bir düşmən gələrsə, mən onu qorumağa hazıram. Eyni cürdə vətənimi qorumağa hazıram. Nə olsun ki, mənim 41 yaşım var. Mən o 15 yaşındakı oğlandan cürətliyəm. Salam. Necəsiz ayım?
Elə Danay Balabaşadır. Təbii deyəcəksən burada necə yaşayırsınız, deyəcəksən özün bax. Yəni oradan gələn adamlar üçün burada necə yaşayırsan sözü biraz yerində deyil. Amma demək olar ki, sürünürük. Yaşama elə belə yaşayırıq. Bizə öz torpağımız, öz suyumuz, öz şəraitimizi istəyirik. Bir də ki, bizim o vaxt Böyük Vətən müharibəsində atamız, qadınlarımızın ailəsi, balaları hamımız yetim qaldıq. Urusun torpağını qoruduq, urusu da çıxartdıq azadlığa. İndi onlar bizə bir köməklik də eləmir ki, biz də çıxaq elə bir ağ günə. Erməniyə tabi olur, bizə yox. Artıq 1980-ci illərdən üzü bəri indi Ermənistan adlanan Qərbi Azərbaycanın İrəvan mahalının hər döngəsində bu məzmunda vərəqlər yapışdırılırdı. Tez-tez təkrarlanan anti-türk əhvalı yenidən alovlandı. Erməni milləti, sən 1915-ci ildəki qanlı dəhşətləri unutma. Tələt Paşanı, Ənvər Paşanı, Camal Paşanı unutmaq olmaz. Kim erməni adını daşıyırsa, həmişə xatırlasın və yaşasın. Türkü tarixi torpaqlarından qov. Ona erməni bulaqlarının suyunu vermə. Erməni qadınlarının bişirdiyi çörəyə türk əli dəyməməlidir. Türklər, bizim ölkədən rədd olun. Bu ermənilərin əslində daim içəridə gizlində qalan, amma müəyyən zamanlarda üzə çıxan gizli istəkləri idi. Mən özüm xəstəyəm, ürək ağrısı tapmışam. Uşaq da mənimdir. Mənim istəyim odur ki, gedəm öz torpağımıza, orada qaynərimin qəbrini tapam, orada ziyarət edeyim, başqa bir şey. Adamdır, bax bu adamdır. Ağ yolun gidirim ata. Mənə həmişə buradan ağ yolun gidir. deyir, Onun göndərsə vatanı sürmət edir. Göndərsinlər deyəndə ki, bax o göndərilib o gedib alınacaq adamlar bunlardır, bizi. Biz getib almalıyıq və səni aparaq da. Ben de derim ki, kurban olum sizdə, alın gedək da. Mən də derim ki, alın gedək. 100 oğlum olan vatan istəyirəm. Laf hər yerə aparsın, 100 oğlum olsun, hər yerə aparsın bir vatan istəyirəm. Vatan. Və beləliklə Qərbi Azərbaycanı Ermənistan adlandıran ermənilər Azərbaycanlıların yaşadığı 185 kəndi tamamilə yerli əhalidən təmizlədilər. 230 min Azərbaycanlını qovaraq yurdlarından qaçqın saldılar. 31 min Azərbaycanlılara məxsus ev, 165 kolxoz və savxoz qarət edildi. 216 Azərbaycanlı vəhşicəsinə öldürüldü elə ilk həmlədə. 1154 nəfərsə yaralandı. 100-dən çox Azərbaycanlı oğullarının ermənilər onlara türk deyirdi və bizə həmişə onlar türk deyir. Bax, bu uşaqların doğmalarının yanında gözləri çıxarıldı. Eyni ilə 15-ci, 18-ci illərdəki kimi. 1915-ci ildə Türkiyə torpaqlarında 1.400.000 türk öldürsələr də ürəkləri soyumayan ermənilər Türkiyəni türksüz Ermənistana çevirmək cəhdləri baş tutmadığından Qafqazda heyflərinə çıxacaqları millət türk, qəsb eləmək istədikləri ərazi isə Azərbaycan oldu. Beləliklə, Azərbaycan yerli türklərdən təmizlənməli, Erməni vilayəti Böyük Ermənistanın tərkib hissəsinin ən vacib hissəsi olan bax bu parça Azərbaycan əldə edilməli idi. Dediler ki qayıdacağıq. Dedim ay cəmaət, vallahi qayıtmayacaq. Elə hələ də buradayıq da. Yəni heç bir işıq gücüm var ki, deyək hə belədir. Qayıdacağıq orada yekəsindən. Hə, qayıdacaq.
Son 200 ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımları nəticəsində onların yaşadıkları 2000-ə yaxın yaşayış məskənləri boşaldılmışdı. Azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə paralel ermənilərin onların yerində məskunlaşdırma kampaniyası isə 19-cu əsrin sonunda Türkiyədən sonra daha geniş vüsət aldı. 20-ci əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət idi. Həmin dövrdə Daşnak Sütun Partiyası öz proqramında dəyişiklik eləyərək fəaliyyətinin əsas mərkəzini Zaqafqaziyaya keçirtdi və müstəqil erməni dövləti qurmaq məqsədi ilə silahlı dəstələrlə hücumlar təşkil etdi. Ermənilər əvvəlcə Bakıda, sonra isə İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətdilər. Azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla, həmin ərazidən ermənilərin özlərini məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istədilər. Monoetnik Ermənistan dövləti yaratmağa isə nail olan Ermənistan rəhbərləri onu dəstəkləyən dövlətlərin hərbi sənaye potensialından qidalanaraq əhalisinin 30%-ni Azərbaycanlılar təşkil edən Dağlıq Qarabağ Muxtar vilayətini, habelə 7 ətraf rayonu Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarını işğal edib ərazini yerli əhalidən tamamilə təmizləyərək bugün erməni əhalisini bu torpaqda yerləşdirdilər. Daha sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın 12 rayonunu, ərazisinin 20% və yaxud da 1/5 hissəsinin 700 yaşayış məntəqəsini işğal etmiş, 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalisini isə girov götürmüşdü ki, onların da əksəriyyəti uşaqlar, qadınlar və qocalardı. Günü-gündən elə bil ki, ta 14 ildir biz Qocadan çıxmışıq. Torpaq adama elə bil ki, o şahid verdiyin uşaqdan da əzizdir, artıqdır. Günü-gündən torpağa fikirləşməkdən mənim saçımda bir dənə elə hesab elə ki, axtı yoxudur. Torpaq məsələsi mənim saçıma ağardım. Oğul yox, oğul torpaq yolunda ölər də, itər də, hər bir şey olar. Ancaq bizim çalışdığımız, bizim dediyimiz budur ki, bizim torpaqlarımız alınsın, biz torpaqlarımıza gedək azad yaşayaq. Erməni 500 il bundan qabaq əlləşi bu torpağı alır, indi alır. 48-də dağlarımızdan alır. Badaşlarımızdan 500 il bundan qabaq əlləşi o torpağı alıb. Verməz onu erməni. Gərək müharibə indirib alır. Öz xoşuna verməz. Bax, get şərtini mənim verməm, bax ora. Uşaq da yoxdur. Evdə bir yumurta qoysan, bişir vagonda. Elə biz də yada salsına desin anasını. Qışda da doyur. Saatdir önündə vagonda qalan bu körpələr neynəsin? Burada gəlinə duyur. Deyirəm, boylu olurlar, kəndi olurlar. Bu qadınlar bu tananın içində ölür. Bir adam canına yanıb gəlib bura bax, demir ki, niyə ölürsünüz, niyə qırılırsınız? Zori Balayan dünyaya car çəkərək "Kak tesnanam, yerimiz yaman dardı" ifadəsini işlədirdi. Beləliklə təkcə 20-ci yüzillikdə 1 milyona yaxın Azəri türki ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, 1 milyon 500 mindən artıq soydaşlarımız indiki Ermənistan ərazisindən deportasiya edilmişdi. 1918-ci ildə imzalanan Batum müqaviləsinə əsasən cəmisi 9000 kvadrat kilometr ərazisi olan Ermənistan 1988-ci ildə onu 30.000 kvadrat kilometrə çatdırmış, hazırda isə işğal etdiyi ərazilərlə birlikdə azı 45.000